Herkese salam. Yeni gündən sizi salamlayıram. Burada səhər tez durmuşam. Biraz işləri görmüşəm. Çay suyu qoymuşdum. Özüm üçün kofe hazırlamışam. Bunu yeni aldım. Birinci dəfə bunu içəcəm. Karamelli, amma bilmirəm indi dadı necədir. Amma çox belə pritorni şeker dadı iyisi gəlir. Sladki iyisi, şirin iyisi gəlir. Çıxmışam çölə dedim, hələ içəndə çöldə içim, həm tısbağaçkalara da baxım, nə edirlər. İnanırsınız, biri bir tısbağa şeyi yeyir, gülləri yeyir. Mən də bir tərəfdən əsəbləşirəm, bir tərəfdən də deyirəm, yesin, qoy yesin, heç nə olmasın. Güllər onsuz da çoxdur bu gül üstündə. Bu da gəlir, bunları yeyir qəşəngcə özün üçün. Heç məndən də qorxmur. Mən gələndə belə sakit durur. Mən səsini çıxardanda. Sonra mən gedəndə yeni başlayır, bu gülü yeyir. Dedim, heç nə olmaz, qoy yesin. Başladı çox usu bu tərəfdən yedi, yesin inşallah. Heç nə olmaz. Güldü də indi nə yeyim. Tısbağaçkanı hara aparım. Bunları mənə qonşu vermişdi. O birini getirdi, dedi, sizdə onsuz da yaşıllıqdır, olar sizin həyata bıraxaram, dedim, bıraxın da. Sonra gördü, mən bununla yaxşı anlaşıram, dedi, birini də getirim. Deyirəm, getir. Bunlar indi ikisi burada özün üçün oynayırlar. Ora ikinci ildir bizdədir bunlar. Belə yaxşıdırlar özün üçün burada gəzirlər. Bütün həyat onların əlindədir. Burada zaqar primat eləyir. Bunlar səhər tezdən durub ayaqları, başını, belə hamısını çıxardıb günəşin altında günəş vanaçkaları eləyirlər. Bunlardan bilmək lazımdır ki, hansı vaxt evdən çıxmaq lazımdır. Mən də indi hazırlaşıram, bir tərəfdən yığıram bu gülləri də, dedim, ziyan olmasın, çaya qoyaq, hələ səhər çayı bu güllərlə içək. Onsuz da güllər qatmaq, belə öz gülləri də var da, çay gülləri. Dedim, hələ bunlarla da bir çay eləyim. Vazoçkadakı gülləri suyu dəyişdirdim. Güllər hələ solmayıb. Bunlar o ramaşkalar, onların adı qatsaniyadır məncə. Bilmirəm, düz deyirəm ya yox. Onlar axşam belə bağlayırlar, səhər də açırlar. Ona görə də geç qaldı. Bir həftədir, amma bir həftə heç nə olmayıb onlara. Mən də dedim, qızıl güllərdən çay eləyim bizə. Zavarka da qoydum. Bu güllərin yarpaqları da qoydum. Dedim, bizə çay eləyim. O birisilərin də suyu dəyişdirdim. Qalsın stolun üstündə. Atmaq istəmirəm çünki. Çayı da demləyim, gedim yenə yığışdırmağa şeylər var, hansı ki biz getirmişik. Uşaqların kitabları, paltarları. Burada bir həftədir biz buradayıq. İndi qayıdırıq evə. 2 gün yenə məktəb olacaq və 2 gündən sonra yenə 5 gün istirahət günləri olacaq. Amma deyərdim, o 2 günə görə buradan getmək istəmirəm. Bəlkə də getmədim. Yox, belə də olmaz. Niyə? Çünki axırıncı günlərdir və uşaqların bəso, əmsolar olur. Ona görə də biz qayıtmalıyıq. Burada mən hər şey yığmışam. Bagajnik doludur. İnanırsınız, gətirəndə deyirəm, bunları götürmürəm abratına. Amma o kadar çox bilmirəm hardan bu. Həm yoldaşımın iş paltarları olur, həm uşaqların kitab, dəftər, belə şeyləri hansı ki biz götürməliyik abratına. Həm ərzaqları var ki, burada qoya bilmərəm. Birdən xaladilnik sönar, nəsə olar. Burada proverka eləyirəm, hər yeri bağlayıram, fortaçkaları. Zaten bu Bakravalın eyni bina evində də var. Onu da getirib bura sərəcəm. Bu mənim qabilen Bakravalımdır. Bunu anam almışdı. Bu mənim cehizlikdir. Ən sevdiyim qabilenlərdən biridir. Mənim anam qabilen şeylərin xəstəsidir. Burada da uşaqlar risavat eləyiblər. Bizdə eyni mebildir. 2 otaqda eyni sifariş vermişdik. Bu qızların otağıdır. O birisi də hələ ki qaynanam qalır burada və fikirləşdik ki 2 qız, 1 oğlan var. O qızlara, bu da oğlan üçün olsun. Amma düzdür, qaynanam üçündür də bu. Belə. Bu da bizim istirahət otağımızdır. Burada biz
əvvəl köçəndə burada televizor da var idi. Bu anam toxuyu, bu balas ya nətər deyim bilmirəm, bu gəbə bilmirəm nətər deyim, amma bu mənim anamın el işidir və onu çox sevirəm. Burada da eskilərdir, hansı ki balkona asıb qurutmuşam. İstəyirəm hamama koyum, quru olsun, hər yer təmiz, belə səliqəli olsun. Gələn dəfə gələndə biz sizinlə burada birinci, ikinci mərtəbə qəşəng təmizlik eləyərik. Burada da fortoçkaları da bağladım və biz gidirik. Sağ olun evimizə. Biz gedəndə maşında bir problem yaranıb, siqnal işləmirdi. Yoldaşım da gəldi öz ustanın yanında, onu düzəltməyə çalışırdı, amma düzəldə bilmədi. Biz çoxdan evə gəlmişik. Mən tez bazar uşaqlara makaron hazırladım, yeyiblər, içiblər, tavuğa nə varsa çıxartdım, pomidor salat elədim. Deyim də sizə, nə varsa hamısını çıxardım. Biz hələ qaynanamla kofe də içdik. İndi bu gətirən şeyləri istəyirəm həm yerbəyer eləyim. Burada ətlər var, hansı ki oradan gətirmişəm, xaladelnikdə qoyamaq qorxdum. Dedim bəlkə nəsə olar. Buranı yığışdırdım. İstəyirəm etləri də yerbəyer qoyum. Baxım daha nə edirəm. İnanırsınız, bugün belə çox yorulmuşam. Təmizliklə bağlı da çox iş görmüşəm, belə təmizlədim. Amma sizə burada göstərmədim. Hər gün eyni işləri görürəm onsuz da. Ətləri də gətirdim, dedim qoyun bu marazilkada olsun. Orada nədənsə çox işıq söndürürlər və qorxuram da xarab olmasın. Biz o qədər də mən dana et sevən deyiləm. Mən sadəcə toyuq xəstəsiyəm və broiler xəstəsiyəm. Bilmirəm niyə, amma bu qızardılmış broiler, belə kartoşka ilə broiler çox xoşlayıram. Xaladelnikdə təmizdir, lazım olan şeyləri yerləşdirmişəm. Pomidor, xiyar, nə gətirdiksə göyləri göyərtim. Elimi çox pis incitmişəm və çox pis ağrıyır, heç nə eləyə bilmirəm. İnanırsınız, suyun altında olanda çox pis belə yanıq hiss olur. Belə. İndi buranı da xlorluyum. Eskilərə baxın, nə günə gətirmişəm. Buranı da xlorluyum. Xlorla təmizləyin. Ən sevdiyim işlərdən biri bu xlordur. Çox darıxmışdım xlorka üçün. Dedim hələ buranı da xlorluyum həmişəki kimi və məncə istirahət eləyərəm, daha heç nə eləmərəm. Niyə? Çünki yorulmuşam. Səhər 7-dən durmuşam, tez durmuşam 7-də. Hələ hamısı yatırdı. Yığırdım da mən, dedim hamı durana kimi mən öz işlərimi görüm. Çünki biz tez gəlməliydik. Yoldaşım işə də çatdırmalıdır. Ona görə də biz tez gəlmişdik. Tez deyəndə 11-də biz oradan çıxmalıydıq. Ona görə mən 11-ə kimi hər şey eləməliydim. Həm çayı hamıya hazırladım, həm kim istəsə, bilirsiniz də qoğal, badam bura hazırladıq, çayla içdik. Belə, indi buranı da silim yaxşıca. Ən sevdiyim bu qaz peçi, inanırsınız, o qədər çox təmizləyirəm. Gündə bir neçə dəfə hələ bu qaz peçi təmizləyirəm və yenə də bu belə ləkə olur. Bilmirəm niyə. Çünki qaradır. Heç kimə tövsiyə etmirəm ki, qara şüşə qaz peçi alsın. Belə qızlar, sizlər nətərsiniz, nə edirsiniz? İnşallah bu videonu bəyənərək baxarsınız. Like olub abunə olmağı unutmazsınız. Dedim, hazır buranı təmizləyirəm. Buranı da qəşəngcə par gedir və yağ ləkələri olur burada da. Belə elə bil ki, şirədir, nədir belə olur, yağlı. Dedim, buranı da qəşəngcə silərəm. Çoxdan buranı silmirdim. Arada silirəm buranı da, belə açıb bu arxaları da silirəm. Belə, dediyim kimi, İnşallah videonu bəyənərək baxarsınız, like'lar qoyarsınız, bol like qoyarsınız, kommentariyaları yazarsınız. Çox sevinərdim, çox belə maraqlı olardı mənim də. Bəlkə nəsə soruşarsınız, nəsə bir sual verərsiniz. Belə.
Daha nə deyim sizə, heç nə yoxdur. İndi hazırlaşırıq. Uşaqlar sabah məktəbdədir. Sabah səhər durmaq bilmirəm nətər olacaq. Niyə? Çünki uca neçə gündür rahat yatıb dururduq və indi uşaqlar da tez durmalıdır. 2 gün yenə sonra yenə 5 gün istirahət eləyəcəklər. Bilmirəm. Elə tez buraxsalar daha yaxşı idi məncə. Mən fikirləşirəm ki, niyə iyuna qədər biz məktəbə getməliyik, bilmirəm. Ну, да мне интересно, что там. Axır ki təmizlədim, qurtardım. Baxın nə tər təmizləyirəm bu qaz peçi. Даже işıq yandıranda burada uca ləkələr görsənmir. Amma birazdan burada nəsə çay zat suyu qoyanda uca onsuz da istər-istəməz ləkələr olur. Dedim hələ hazır uca başladım təmizlik eləməyə. Buranı da yığışdıraram, paltarları yumuşam, bir neçə maşınqa oradan gətirən paltarları havada belə. Həm günəş var idi səhərdən, indi biraz elə bil ki, hava bozdu, belə serin oldu. Fikirləşirəm ki, yağış olmasın. Bu gülləri də yerbəyer eləmək lazımdır. Fikirləşirəm bir tərəfdən bunları da yerbəyer eləyərəm, amma mən getməliyəm marketə. İstəmədim onları heç əldə vurmadım. Getdim marketə. Marketdən nə alıram? Nə üçün gəlmişəm? Paket lazımdır. Paket və baxıram burada nələr var, nələr yox. Çoxdan bazar stora girməmişəm. Bunlar bilmirəm nə üçündür. Çox maraqlıdır. Rəngbərəng idi. Bu bir qaşıq kimi fikirləşmirəm. Bu bir yaxşı bir şeydir. Belə maraqlı deyil. İqruşka kimi bir şeydir. Amma nəsə belə gördüm onları orada, baxdım. Paket axtarıram, pingvin paket. Elə yerə qoyublar ki, heç ora fikirləşməzdim ki, orada pingvin paket olar. Getdim pingvin paket aldım. Oğluşumu da götürdüm özümlə marketə. Və belə konfet, belə şeylər alaram. Bir balaca market, bazarlıq eləyərəm sabaha. Düzdür, şeydə indi burada görürəm, bunu çoxdan çəkmişəm. İndi montaj eləyirəm. Niyə? Çünki demişdim də sizə, orada internet yox idi və bəzi videolar biraz gec qoydum səhifəyə. Və salfetka, belə şeylər lazım idi. Getirdim uşaqla, oğluşumla getdim, aldım, gəldim. Və belə narin yağış da yağır. Uşaq da istəyir çölə çıxmaq. Mən bilmirəm, mən nə edirəm. Niyə? Çünki sabah məktəb var. Mən də yorulmuşam, istirahət eləmək istəyirəm. Uşaq çöl istəyir. Belə bir video alındı. Burada sizinlə uca sağollaşıram. Sağ olun, salamat qalın. İnşallah hər biriniz yaxşısınız, yaxşı olarsınız. Burada mənim market alışverişimdir. Aptekada girmişdim, plaster aldım. Dedim sizə, elimi pis incitdim barmağını. 2 paçka salfetka aldım. Həmişəki kimi biri alıram, 2 alıram, biri açıram, biri zapas kimi olmalıdır. O biri alışanda uca yerinə gedib alıram. Belə bir zubla pasta aldım. Skidkadaydı. Fikirləşirəm yaxşıdır. Çox bahadır hər şey. Paketlər aldım və konfet aldım. Bunları qaynanama aldım. O istəyir də rayona gedir bayrama.
Dedi, orada bazara gedə bilməz. Uşaqlar gəlsə onlara paylaşmağa.